cənab prezident, Allaha and olsun özümü doğrayacağım, balalarım da doğrayacaq özünü, ailə üzvlərim də doğrayacaq özünü. Bunu mən satmaqla nağarıram, kimə nağarıram? Narkotik alver eləyirik, oğraşlıq, şərəfsizliklə məşğuluq, nə ilə məşğuluq? Bu nə qədər belə dözülməz. O gedir, zırt bu gəlir, o gəlir. Bir belə də insafsızlıq olmaz. 2 gündür mən bura yığılmışam, az qallam özümü doğrayam mən burada. Belə şey olmaz da nə? Qutarın bu zulümü, qutarın bu hərbi şeyləri. Şərəfsiz ölkə oldu bu ölkə. Canımı qoydum beşir. Bəsdirin mənə cənab prezident, durursunuz oradan, deyirsiniz. Deyirsiniz ay məmurlar, ay şərəfsizlər. Kasıbı incitmək olmaz, Allahsızlıq olmaz. Niyə? Hər yer dolu qarpızdır. Hamıya alar, kim pulunu verir öz şiddana, qardaş mənim pulum yoxdur. Mən danışıram, mənim mədəmin içi çölə çıxırıcı. Bəsdirin dana, Putinə müraciət edeyim mən. Erdoğana müraciət, mən danışamıram, mənə xəstə adamam. Bu gədə-güdələri yığışdırın dana, xahiş edirəm. Deməli mənim bu qarpızım, qardaş, təkin, mənim bu qarpızım girib Gəncə şəhərinin rəislərinin gözünə, girib icra hakimiyyətin başçısının gözünə. Belə əxlaqsızlıq olmaz, belə şərəfsizlik olmaz. Axırıncı səfər xəbərdə ya məni tutmalıdırlar, ya bu tükəni yandırmalıdırlar, ya məni ailəlik öldürməlidirlər. Ey balalarımla bir yerdə, xanımım 3 balam. Qutarın da namını, nə olur, abi kişiliyiniz, qeyrətiniz olsun.